Salam, hörmətli tamaşaçılar. Hakka Sarı Verilişin studiyasında sizin görüşe gelmişik. Görüşümüz uğurlu olsun deyirəm. Tanrı bize kömək olsun. Bugünkü mövzumuz, Hakka Sarı Verilişinin bugünkü mövzusu cəmiyyətdə qadının rolu. Yaxşı qadın, pis qadın, həyatda gördüyümüz qadınların cəmiyyətimizə, insanlarımıza, vətənimizə verdiyi xeyirlər haqqında ilerleyen dəqiqələrdə biz sizinlə söhbət edəcəyik. Bu münasibətlə biz hamımızın tanıdığımız gözəl qiraətçi, istedadlı yazıcı, dostumuz Seyid Mirağanı studiyamıza dəvət eləmişik. O, qadınlar haqqında ümumiyyətlə qadının vəzifəsi, tutduğu yer, hörməti, cəmiyyət içərisində olan yeri haqqında sizə ətraflı məlumat verəcək inşallah. Buyur Mirağa müəllim, xoş gəlmişsən. Sağ ol, təşəkkür edirəm. Buyur. Bismillahirrahmanirrahim. Xoş gördük sizi, hörmətli tamaşaçılar. Bugün siz əzizlərimizə gözəl bir mövzu haqqında, qadın və cəmiyyət mövzusu haqqında söhbətlər açacağıq. Bu mövzu geniş bir mövzudur. Bu haqda mütəxəssislər, böyük ədiblər öz fikirlərini söyləyiblər. Biz də öz fikirlərimizi tamaşaçılarla bölüşdürmək istəyirik. Ümumiyyətlə, qadın kimdir? Qadın uşaqdır əslində. O bəzən uşaq kimi davranır. Uşaq kimi nəvaziş istəyir, uşaq kimi qayğı istəyir, əzizlənmək istəyir, sevilmək istəyir. Bu, onun zəiflik əlaməti deyil. Əslində, qadın çox güclüdür. Amma o, gücünü heç zaman bürüzə verməyibdir. Qadın zərifdir, incədir, kövrəkdir. Bunu zəiflik kimi saymaq olmaz. Ona görə, onun bu xüsusiyyətlərindən istifadə edib, qadınların hüququnu, azadlığını tapdalamayın. Onların arzu və istəklərinə qarşı çıxmayın. Həyatda yaşam tərzinə mane olmayın. Qadın eşqdir əslində. O, əzizlərinə, sevdiklərinə sevgi daşıyır, sevgi bəxş edir. Bu sevgi heç zaman onlardan uzaq düşə bilməz. Bu sevgini onlardan ala bilməz. Qadın özü boyda həyatda eşq və sevgi daşıyır. Əgər siz onun ürəyinə yol tortmaq istəyirsinizsə, ürəyini ələ aldığınız kimi onun əqlində də yeriniz olmalıdır. Çünki o, ürəyi ilə sevdiyi kimi əqli ilə də sevir. Qadın həm əqillə, həm ürəklə sevdiklərinə bağlıdır. Əgər siz onun ürəyində yer tapa bilib, əqlində yer tapa bilməsəniz, o sizdən asanlıqla imtina eləyə bilər. Qadının özünə aid bir dünyası var. Sirlərlə dolu gizli bir dünya. Sevgi dünyası, məhəbbət dünyası, güzəllik, zəriflik dünyasıdır. O, bu dünyada təkdir. Siz onun qəlbinə yol alanda, yol tapanda, əvvəlcə onun çalışın tənhalığını bölüşdürə biləsiniz ki, ona sevgi ilə yanaşa biləsiniz. Qadın həyatdır əksində, əslində. Onu həyat qədər sevmək lazımdır. Həyatımız qadınsız ola bilməz. Qadınlar bu dünyanın həyatının bəzəyidir, istəyidir, məhəbbətidir. Tarixin bütün dönəmlərində qadınlar cəmiyyətdə öz müsbət rollarını göstəriblər. Sözü, söhbəti bir orduya bərabər olubdur.
sülhlə çalışıblar, əmin-əmanlıq yaradıblar, böyük savaşları kəsiblər. Tarixdə örnək ola biləcək qadınlarımız çoxdur. Xanım Fatimə Zəhranın həyatı bugün bütün qadınlarımıza misaldır. Köroğlunun Nigarı, Qaçaqrabının Həcəri, bu kimi qadınlar tarix boyu bizə örnək olaraq qalıblar. Qadınlarımız həyatda hər bir əzab, əziyyətə dözüblər. Səbirlə, sevgi ilə yanaşıblar. Ailədə əgər uşaq evin bir səliqəsini pozursa, hər hansı bir əşyasını sındırırsa, onu bağrına basır, sevəliyər. Oğlum, bunu etmə, oğlum, bunu sındırma deyə sevə-sevə, səbr edib bu əzaba, bu əziyyətə dözüblər. Qadın anadır əslində. Qadını anamız qədər sevməliyik. Bizi dünyaya analar bəxş edir. İlk dəfə bu dünyada gözümüzü açanda anamızı görürük. Onun səsini eşidirik. Onun südü ilə qidalanırıq, laylası ilə böyüyürük. Onun beşiyində yatıb boy atırıq. Qadınların Tanrı dərgahında məqamı çox böyükdür. Allah Teala insanları yaradanda və qadınlar yarananda bu istəyi, bu böyüklüyü onlara bəxş edibdir. Əzraildən soruşdular ki, ey Əzrail, nə üçün biz insanlar dünyadan köçəndə başımızın üstünə mələk gəlir, amma dünyaya gələndə mələk gəlmir? Əzrail cavab verir ki, mələklərin gəlməsinə ehtiyac yoxdur, çünki analar oradadır. Analar oradadır. Analar bu dünyada öz müvəqqəti ömrünü yaşayan səmavi mələklərdir. Anaların qəlbində elə hisslər, duyğular var ki, o evladının üzünü görməsə belə onun nələr çəkdiyini duyur. Analar evladı üçün özünü qurban deyir, qurban verir. Bax, bu da onun dahili, bu da onun böyüklüyü. Analar hər zaman evlad nə yaşda olursa olsun yenə valideyndir, yenə anadır. Ailədir analar, həyat da analar, cəmiyyət də analar, ocaq daşı da analar. Aqillərdən biri buyurur ki, ocaq daşı 3 olur. İkisi valideyn, birisi evlad. Əgər bu daşlardan biri olmazsa, ocaq öz ahəngini itirər. Ocaq daşının içəri üzünü alov yandırır, qarsıyır. Çöl üzünü isə şaxta boran yandırır. Bu ona misaldır ki, qadın ailənin bütün əzab əziyyətlərinə dözərək səbr eləyir, sevgi ilə yanaşır. Və ailədə olan yanlışlıqları həyat yoldaşının və evlatların üzünə vaxtında deyir. Çünki zamanında deyibdir, ona qulaq asan olmuyubdur. Bugün isə təkrar olmasın deyə o səhifləri deyir. Qadınlar çox əziyyət çəkiblər əlməlim. Bütün dünya alimləri, sosiologlar yığıldılar ki, qadının bir gündə, doğum günündə çəkdiyi əzab ağrıların əvəzini nə ilə qaytarmaq olar? Nə ilə əvəz eləmək olar? Cavab verilmədi. Cavab bu oldu ki, anaların haqqını ödəmək mümkün deyil, borcunu ödəmək mümkün deyil. Lakin anaların bu əzab əziyyətinin qiymətinə İslam Peyğəmbəri cavab verdi, qiymət verdi, dəyər verdi. Cənnət anaların ayaqları altındadır. Çox da yüksək qiymət. Bəli, çox böyük qiyməti o verdi. Cənnət anaların ayaqları altındadır. Mən bütün qadınlarımıza belə ana olmağı arzulayıram, xoşbəxt olmağı arzulayıram. Onu da deyim ki, bu keyfiyyətlər, bu xüsusiyyətlər qadınlarda olmasına baxmayaraq, bu əzab əziyyətə səbirlə, təmkinlə, sevgi ilə dözməsinə baxmayaraq, qadınların bu dünyada öz evi olmayıbdır. Qadın ata evində böyüyür,
ər evində qocalır, oğul evində dünyadan köçür. Bu hikmət qadınlarımızın həyatında olubdur və davam edəcəkdir. Mən istəyərdim ki, bugünkü qadınlarımız hər zaman xoşbəxt olsunlar. Belə olsunlar. Bilirsiniz, bütün dünyanın anası analardır. Hətta anaların özünün də anası anadır. Analara verilən qiymət sözün əsl mənasında ən yüksək, ən səviyyəli şəkildə, ən səviyyədə olmalıdır. Azərbaycan ədəbiyyatında və tarixində bizim adı bəlli analarımız olub. Sən adını çəkdin Fatime-i Zəhrədən bəri. Amma tariximizə baxaq, ədəbiyyatımıza baxaq, Azərbaycan xalqının içərisində doğrudan da sahilib seçilən, tərbiyəli, gələcəyi görən, cəmiyyəti idarə etməyi bacaran, onlara yol göstərməyi bacaran o səviyyədə analarımız var. Məhsəti Gəncəvidən, Nigar Rəfibəylidən, Dilbazidən, elə Kürsanda yaşayan xanım analar da var ki, onların doğrudan da tərbiyəsi, göstərdiyi yol, ailəsinə, uşağına münasibəti sözün əsl mənasında nümunəvi bir səviyyədədir. Analar o qədər qiymətlidir ki, anaların özünün də anası anadır. Dahilərimizin də dünyaya gətirən analar olubdur. Ona görə də bayaq dediniz, çox da gözəl, yüksək səviyyədə Peyğəmbərimiz buna qiymət veribdir. Ona görə deyir ki, cənnət anaların ayaqları altındadır. Yaxşı, bütün bunlardan sonra belə bir sual ortaya çıxır. Yaxşı ana, pis ana və yaxud da anaların fərqi varmı? Müəllim, qadınlar öz əməllərinə görə, hərəkətlərinə görə, qiymət alırlar. Qayğılarına görə yaxşı və güclü qadın kimi dərəcəyə malik olublar. Yaxşı qadın o qadına deyilir ki, o ətrafında olan adamların hamısını yaxşılığa cəlb edir. Yaxşı işlər görməyə dəvət edir. Və yaxşı düşünür, halal pak yaşamağa çalışır. Qadın bilir ki, yaxşı əməllər, yaxşı düşünmək və pak işlər görməklə o xoşbəxtliyə nail ola bilər. Yaxşı qadın onu da bilir ki, ailə həyatında tərəf müqabili ilə, yəni həyat yoldaşı ilə qarşılıqlı sevgi, qarşılıqlı məhəbbət və qarşılıqlı güzəştə getməklə yaşamaq lazımdır. Mütləq. Ancaq bu yoldan biz xoşbəxt ola bilərik. O çalışır ki, ailəsi, uşaqları cəmiyyətdə həmişə nümunəvi olsun, başqalarından fərqli olsun. Elə bizim dilimizdə də belə bir maddə və məsələ var ki, İslamda ən böyük şərtlərdən biri günahkarı bağışlamaqdır, güzəştə getməkdir. Əgər qadın evdə çat ilə bir məsələni ərinin üzünə deyib, dava salırsa, o xoşbəxt ola bilməz. Yəni, hər şeyi qarşılıqlı güzəştə getməklə, sülh yolundan həll etmək olar. Bax, yaxşı qadın, güclü qadın buna deyirlər. Yaxşı və güclü qadının arxasında heç kim dayanmır, özündən başqa. O ancaq əqlinə inanır, özünə inanır və ailəsinə ümidlə baxır. Yaxşı, mənim sizə bir sualım var. Bir qadın uşağını doğru yola çəkmək üçün bəzən olur ki, onu vurur. Fiziki cəhətdən vurur da, belə deyək. Amma bəzən qanunlarda buna cəza verirlər. Bu günlərdə bir qadına da məhkəmə oldu, televizorda mən onlara diqqətlə baxdım. Bəs o qadına niyə cəza verirlər? Bir halda ki, o uşağını, ailəsini, körpəsini, nəvəsini yaxşı yola cəlb eləmək üçün ona hərdən bir toxunur da, vurur da. Bunun onun haqqı var axı. Bəli, çünki uşağı tərbiyə eləməyin müxtəlif yolları var. Nəsihət verməklə, işə cəlb eləməklə, məsləhət görməklə, əgər cəlb olunmursa, əsəbləşir də, qadın da insandır, onun da səbri var, daşmağı var. Müəyyən dərəcədə onu əlinlə təlirmi, vururmu, sonra da peşmançılıq çəkir və başlayır uşağı qılığa tutmağa. O qədər də sevir. Bəli, bu həyatda olan adi hallardır. Bunu o qəsdən
tənbihləmək üçün, əziyyət vermək üçün vurmur ki. Müəyyən yollarla tərbiyə vermək üçün, yaxşı işlərə cəlb etmək üçün bu üsullardan da istifadə olunubdur. Bu günlərdə bizim bir tədbirimiz vardı. Orada belə bir mövzu qoymuşduq. Qadın uşağını vurmalıdırmı, döyməlidirmi? Və bir də var ki, ailədə qadın uşaqlara demokratiya verir, rahatlıq verir. Mənim sizə bir sualım var. Mənim 2 gəlinim var. İkisi də ali təhsillidir. İkisinin də hərəsinin 2 oğlu var. Biri onu bərk tutur üstündə, yeri gələndə hələ vurur da, amma biri buraxır. Deyir, demokratiya olmalıdır, bu öz ağlınla böyüməlidir. Həmən o vuran gəlinin uşaqlarının ikisi də ali məktəbdə gözəl, nümunəvi tələbədirlər. Hansı ki, o demokratiya ilə böyüyürlər, o uşaqlar küçələrdə siqaret çəkir. İndi bizim qanunlarımız da, dövlət qanunlarımız da deyir ki, uşağı vurmaq olmaz. Bəs neyək? Sonu axı pis yeri gedir bunun. Müəllim, tərbiyə ailədən başlayır, ana qucağından başlayır. Uşaqların düzgün tərbiyə alınmasında, düzgün istiqamətlənməsində analar çox böyük rol oynayır. Və onların əziyyət onların boynuna düşür. Əgər ana evladını sözlə, məsləhətlə, nəsiyyətlə yola gətirə bilmirsə, onda bəzən görürsən ki, onu vurmaqmı, tənbih etməkmi, qorxutmaq kimi şeylərə də cəlb olunur. Bu həyatda olan bir şeylərdir. Hər bir ailənin müəyyən şəraiti var, təminatı var. Ona uyğun da orada gəlinlər hərəkət eləyirlər. Eləməlidir, bəli. Biz səhərdən analar haqqında deyirik, yaxşı analar var, həqiqi mənada anaya pis demək olmaz. Amma bir şey də var ki, hər dünyaya uşaq gətirənə də ana demək olmur. Elə deyilmi? Analar var ki, uşağı atır, analar var ki, indi bu yaxınlarda yenə bir uşaq tapdılar küçədə, təzə doğulmuş uşaq. Yəni bunlara da deyirik ki, ana. Dünyanın anası anadır, doğrudur. Dünyanı bu qədər artıran da, dahilərimizin anası da anadır. Anaların anası da anadır. Amma onlara ana demək olar mı? O haqda bir fikrini deyəsən ki, uşağı atırlar körpə vaxtı. Analar, bayaq dedim ki, evladı üçün özünü qurban deyir. Evlad hansı vəzifədə olursa olsun, var dövləti həddindən aşsın, amma ananın bir damla göz yaşı onu çörəyə möhtac eləyir. Evlad kasıb olsun, müflis olsun, ananın duası onu o çətinlikdən qutarıb imkanlı bir adamın vəzifətinə çatdıra bilər. Deməli, anaların duası Tanrı dərgahında tez müstəcəb olur. Ona görə anaları hörmət etmək, ona qayğı göstərmək bizim borcumuzdur. Birham müəllim, səhərdən biz deyirik, anaların anasıdır, ana dahilərin anasıdır, ana dünyanın yaradıcısıdır. Allahdan sonra insanları həyata gətirən, dünyaya bəxş eləyən anadır. Bəs bu analar haqqında bizim şairlərimiz, yazıçılarımız, alimlərimiz bir kəlmə, 2 kəlmə söz deməyibdir. Bəlkə onlardan bir kəlmə. Deyiblər, müəllim, elə bir şair, yazıcı, ziyalı olmaz ki, ana haqqında söz deməz. Doğrudur. Əlbəttə, mən bugünkü verilişimizdə şairlərimizin şeirlərindən biz bir neçə şeir, silsilə şeirlər oxumaq istəyirəm icazənizlə. Buyur. Mən uşaq olanda o cavan idi. Görəsən, bəs niyə qocaldı anam? Bəlkə uşaq idim, ondan tələsdi, mən böyüyüm deyə qocaldı anam. Ağladım, qəmləndi, güldüm, oldu şən. Mənimlə yaşadı, hər an oldu tən. Onun üçün uşağam, böyüsəm də mən, balam deyə qocaldı anam. Yaxınam, uzağam, axı nə fərqi? Hey məni düşünər, tək mənəm dərdi, uşaq ikən saçlarımdan öpərdi, ətrim duya qocaldı anam. Bütün gecələri verərdi sona, qoyunu körpəsinə ən isti soba, mənim üçün qaqdaşıb hər cür əzaba, cana qıya qocaldı anam. Fürqani, nə yazıb söyləsən də bil, ananın qədrini sən hər zaman bil,
Ana bir bağbandır, övlad isə gül. Qoxlaya qoxlaya qocaldı anam. Qoxlaya qoxlaya qocaldı anam. Mənə elə gəlir ki, analar haqqında təkcə bu yox, çox şeir deyilib. Hökmün işləyirsə mərhəmət eylə. Qocatma anamı, qocatma dünya. Çəkdiyi zəhmətə borcluyam hələ. Qocatma anamı, qocatma dünya. Bəli. Qamət əyilsə də, ağarsa da baş, anadır övlada vəfalı sirdaş. Şam kimi əriməsin qoy yavaş-yavaş, qocatma anamı, qocatma dünya. Bir sözün qaytarsam 100 günahımdır, qədrini bilməsəm öz günahımdır, müqəddəs ant yerim səcdəgahımdır, qocatma anamı, qocatma dünya. Laylası qarışıb şəkərə bala, ana laylası ilə böyüyər bala, ömrümü sən onun ömrünə cala, qocatma anamı, qocatma dünya. Ürəkdən getməyən xoş sədası var. Anasız cahanın nə mənası var? Gireyli bəylərin təmənnası var. Qocatma anamı, qocatma dünya. Qocatma anamı, qocatma dünya. Bəli. Yəqin ki bu Ona şeylər... yaşlı, gözlərimdən süzülür. Ha, buyur. Ağlama qurbanım olum, ağlama. Dözənmirəm, bil ürəyim üzülür. Ağlama qurbanım olum, ağlama. Fələk zülümkardır, göz yaşı silməz. Bu dünya bir damla yaşına dəyməz. Ağlama qurbanım olum, ağlama. Ocaq yanar, alov gedər, qor gələr. Çox çəkərsən dəst sinənə zor gələr. Qorxuram ki gözlərinə tor gələr. Ağlama qurbanım olum, ağlama. Ağladıqca ağladacaq bilginən. Dur göz yaşların silginən. Dərdin çoxsa gəl mənimlə bölginən. Ağlama qurbanım olum, ağlama. Ağlama qurbanım olum, ağlama. Allah heç bir ananı göz yaşına möhtac eləməsin. Qəmli baxışlarım düşür yadıma. Baxışına qurban olum ay ana. Dar günündə leysən olub yağmısan, yağışına qurban olum ay ana. Həsrət ilə yollarıma baxmısan, şimşək olub düşmənimə çaxmısan, suya dönüb qənşərimdən axımsan, axışına qurban olum ay ana. Arzuların gör nə qədər təmizdir, qayıqların dəniz qədər dərindir, qarğış etsən qarğışın da əzizdir, qarğışına qurban olum ay ana. Kərəməm saçıma ələnsə də dən, tutsa da yolumu yenə duman, çən, ömür yollarımı naxışladın sən, naxışına qurban olum ay ana, naxışına qurban olum ay ana. Qurtardın mı? Mən sənə bir söz deyim. Elə bu şeirlərdən də, əvvəlki sözdən, söhbətdən də belə çıxmırmı ki, bütün dünya analara borçludur. Bütün dünya analara borçludur. Və alimlərimiz də, dahilərimiz də, sərkərdələrimiz də, dünyanı fəth edən o qılınc vuranlar da anaya borçludur. Ona görə bütün dünyanın anası analardır. Ona görə analara bu qədər yüksək qiymət verilir. Biz analar haqqında bu qədər dedik, söhbət elədik. Amma tamaşaçılarımız zəng eləyəndə bizdən həm də lirik şeirlər istəyirlər. Bəlkə bir-iki kəlmə də bu tamaşaçılarımızın könlünü açmaq üçün lirik şeirlərdən dilə gətirəsiniz. Lirik şeirlər. Bəli. Bir gözəl sevmişdim gənclik çağında. Könlümü köksümdən qopardı getdi. Günüm güzaranım tərsinə döndü. Olan dincliyimi apardı getdi. Gözümdən güc aldı çağlayan sellər. Məni qınamayın amandı ellər. Bir də qaydar mı geri o illər. Mənzilə şütüyən qatardı getdi. Gətirdi ömrümə qəmi dərdimi. Hansını söyləyim axı birdimi? O yaxşı bilirdi mənim dərdimi. İstəsə dərmanımı tapardı getdi. Xəstə əlövsətəm olubdu bəlli. Sözdən yapışdım ki olsun təsəlli. Qapımın ağzını kəstirib əlli. Ömürdü, yaşadı,
qurtardı getdi. Ömürdür, yaşadı, qurtardı getdi. Bu sevgidən sən qorxursan, neynək? Mən sevərəm ikimizin yerinə. Bu eşq üçün bir gün dara çəksələr, mən gedərəm ikimizin yerinə. Min əzabla sənsiz keçən günləri, unutmuşam yaxşı, yaman, nə fərqi. Bu sevginin dağ boyda dərdini, mən çəkərəm ikimizin yerinə. Dan yerində sən açılan gülümsən, qoy süzüm qara gözlərini gülümsə. Bu sevginin sonu əgər ölümsə, mən ölərəm ikimizin yerinə. Mən ölərəm ikimizin yerinə. Biz bu verilişimizdə analar haqqında öz sözümüzü dedik, qadınlar haqqında öz sözümüzü dedik, qəhrəman qadınlarımız olub, şair qadınlarımız olub, alim, akademik qadınlarımız olub, bugün də var. Tanrı onları qorusun deyirəm. Amma hər bir evin bir xanımı var və bəylərə də tövsiyəmiz odur ki, evlərində, ailələrində olan xanımların hamısına elə xanım olduğu qədər hörmət eləsinlər. Xanım olduğu üçün hörmət eləsinlər və bütün bunların hamısının üstündə ana olduğu qədər onlara sevsinlər, hörmət eləsinlər. Çünki dünyamızı artıran, nəvələrimizi dünyaya gətirən, elə şəxsən bizi dünyaya gətirən kim olubdur? Analarımız. Ona görə Tanrıya şükür edək ki, nə yaxşı ki, bu dünyada analar olub, analar var. Analar yaşayıbdır və dünyanın bəzəyi olublar, qiyməti olublar. Ananın evlatları anadan soruşurlar ki, can ana, biz səni nə vaxt xoşbaxt görə bilirik, xoşbaxt eləyə bilirik. Ana cavab verir ki, mən sizin üzünüzdə sevinç, təbəssüm, məhəbbət görəndə özümü xoşbaxt sanıram. Çox doğrudur. İkinci suala verdilər ki, can ana, bəs səni nə vaxt biz qəmgin eləyirik? Dedim, mən sizin gözlərinizdə sevinç yox, göz yaşları, ağlar görəndə dünyanın ən qəmli, kədərli adamı oluram. Üçüncü sual verdilər ki, bəs həyatda sənə verdiyimiz hədiyyələrdən ən dəyərlisi hansı olubdur? Cavab verdi ki, siz deyəndə ki, can ana, biz səni çox sevirik, sən bizim üçün bir həyatsan, bu mənim üçün ən böyük hədiyyədir. Ən qiymətli. Deməli, ananı dünya malından yox, arzu ilə, istəklə sevindirmək lazımdır. Bəli, doğrudur. Analar elə bir varlıqdır ki, insan dünyaya gələndə ilk dəfə anasını görür, dünyadan köçəndə də gözü anasını axtarır. Elə ona görə də şairlərdən biri deyir ki, mən də köçəcəyəm bir gün dünyadan, payızdan xəbərsiz, yazdan xəbərsiz. Son anda yanımda sən olacaqsan, oğuldan xəbərsiz, qızdan xəbərsiz. Bəli. Ananı axtarır, dünyaya gələndə də, dünyadan köçəndə də. Başqa bir şair deyir ki, mən anamı sevgilimə dəyişmərəm, inan mənə. Əgər yalan desəm, qənim olsun Quran mənə. Bax, bu da anaların dəyəri. Mən bütün analara xoşbəxtlik, əminəmanlıq arzu edirəm. Mən də studiyamızın əməkdaşları adından, tamaşaçılarımız adından sənə təşəkkür edirəm ki, gəldin, az da olsa, qısa da olsa, bacardığımız səviyyədə, istədiyimiz səviyyədə, analara, qadınlarla münasibətimiz səviyyəsində onların qiymətlərini verə bildik. Və buradan bir tövsiyə eləyək tamaşaçılara ki, nə edirsiniz eləyin, hansı vəziyyətdə olursunuz olun, istər ehtiyac içərisində, istər bal, yağ içərisində, istər milyonların içərisində, bilin ki, dünyanın yaradıcısı, ən qiymətli varlığı bizim analarımızdır, qadınlarımızdır, həyatı artıran, həyata yiyə duran, uşaqlarını, nəvələrini tərbiyə eləyən, əlindən tutub bu həyatda özünü xoşbəxt hiss edən anaları, qadınları biz həmişə qiymətləndirmişik və bugün də onları yanındayıq, təbrik edirik, sağ olsunlar. Mən də tamaşaçılarımıza gözəl günlər, xoşbəxt günlər, gözəl ana olmağı arzulayıram.
İnşallah gelen verişlerimizde bu mövzuyu devam Daha ettirelim. geniş, daha Sağ olun, sağlıkla kaliteli kalın. şekilde. Hürmetli tamaşaçılar, vaxt ayırıp bize kulak astığınız için stüdyamız adından size teşekkür edirik.